Çinin Xarici İşlər Naziri çox təcrübəli diplomatdır. Cənab İlbeyin bir maraqlı ifadəsi oldu. Bir ironik şəkildə, yox, bir neçə gün bundan öncə. Dedi, Birləşmiş Ştatlar bizi hədələyirdi ki, əgər biz Tayvana qoşun yeritsək, bizə qarşı 100%lik rüsumlar tətbiq edəcək. 100%lik, bu günləri 145%lik rüsum tətbiq edib, bizim hələ heç Tayvana müdaxiləmiz yoxdur. Amma baş verə bilər sizcə? Bilirsiniz, yəni Çin 97 və 99-cu ildə iki ərazini bilirsiniz ki, özünə birləşdirib və burada bir dövlət, iki sistem prinsipi işləyir. Və eyni məntiqlə yanaşsaq, Çinin dövlətlərlə münasibətlərində çox uzağa getməyən bir, daha doğrusu çox sayılı suallar vermir. Bir sual verib onunla da həmin dövlətlə münasibətini formalaşdırır. Söylə görmüsən vahid Çin ideyasını qəbul edirsən yoxsa yox? Edirsənsə səndən dostlar, etmirsənsə bizim danışmağa söhbətimiz yoxdur. Yəni Çin hər zaman Tayvanı geri qaytarmaq niyyətindədir. Sadəcə bilirsiniz, bizim prezidentimiz Cənab İlham Əliyevin bu 2-ci Qarabağ müharibəsi ilə bağlı müsahibələrində bir maraqlı ifadə işləmişdi. Demişdi, biz iki halda hərəkətə keçirik. Bir geosiyasi vəziyyət bizim xeyrimizə dəyişəndə, bir də zaman xeyrimizə işləyəndə. Mən hesab edirəm ki, eyni məntiqi Çinin Tayvanla bağlı məsələsində də... Yəni, qorxacaq yeri 100% idisə, 140-a qaldırdı. Hətta Çinlilərin bir zarafatla dediyi bir ifadə var, amma hər zarafatda da bir həqiqət payı var. Deyir ki, bütün Çinlilər eyni vaxtda Sakit Okeana daxil olsa, Birləşmiş Ştatlar suyun altında qalıb məhv olar. Hətta onların zarafatla, yerə oynayla dediyi bir ifadə var. Təbii, bu da var, amma yəni bir yerdəki, bir dövrdəki siz zaman deyirsiniz, elə bir zamandayıq ki, Amerika artıq Qırlandiya iddiasındadırsa, üstəlik də ki, deyirsiniz ki, baxın, 100 demirdi, 100, indi 140-dır. Tamam da Tayvanı yəni həll edə bilər. Bəli, mən bir də bir şey deyim, bu soyuq müharibə dövründə dünyanın bir var idi, deməli, birinci dünya. Bu qərb ölkələr, ikinci dünya, bu sosialist ölkələr və ondan qalan digər ölkələr. Bu iki soyuq müharibə ki, bitdi və sosializm sistemi çöktü, onun nəticəsində ikinci dünya çıxdı sıradan. Qaldı birinci dünya, bu qlobal qərb, üçüncü dünya, oldu qlobal cənub. Və bu günləri qlobal qərbin başında əgər Birləşmiş Ştatlar dayanırsa, hesab edirəm ki, qlobal cənubda həmin liderlik funksiyası məhz Çinə məxsusdur. Və bu keçən noyabr ayının 12-dən 20-sinə qədər bir Çində oldu, Pekində oldu, Nankində, Nantunda və Şanxayda, orada beyin mərkəzlərinin tədbirində iştirak elədik. Və biz müşahidə edirdik ki, bu günlər qlobal cənubda Çinin nə boyda çəkiyə malik olduğunu hər kəs fərqindədir. Bundan mən razıyam.